Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 otaqlı ev çıxdı satışa, 2 sotun içərisində 77 min manata. Hazır yaşayış evidir. Ev də Bilisarda yerləşir. Bu Tərlan Şadlı sarayını ötüb keçirsən Sumqayıta tərəf yolun sağında Gəncə təndiri var. Elə Gəncə təndirindən dönürsən, haradasa yəqin ki 400-500 metr gəlirsən. 400-500 arası olar. 77 min manatadır. 77 min manatdan özü ev sahibi endirim eləyəcək. Özdə nəyi var? Paket kupçadır. Nəğd satışda yararlıdır, ipoteka da yararlıdır. İstəyirsiniz gəlin nəğd götürün, istəyirsiniz ipoteka ilə götürün. Çünki paket kupçadır. Torpağın da kupçası var, evin də kupçası var. Sayğaclarından qaz, su, işıq hamısı var. Kanalizasiyası mərkəzidir. Kombisi, İMEY qaz kombi, qəşəng səliqəli kombidir. Radiatorları, seksiya radiatorlardır. Mətbəx mebeli var. Hər şey hazırdır. O da böyük kvadratdır. Zalına baxın bir dənə, bax. Hal-hazırda çəkilişin qonaq otağından başlamışam. Böyük bir zaldır. Nə bilim, bəlkə də bir 30 kvadratlıq elə qonaq otağıdır. Bu qonaq otağının səliqəli təmiri var. Çox qəşəng səliqə, səhmanlı təmiri var. İndi siz zəhmət olmasa buradan göstərin. Bax, burada evin koridorudur. Mən indi başlamışdım qonaq otağından. İndi koridoru da sizə göstərirəm. Bax, radiatorları göstərin. Görürsünüz, qəşəng seksiya radiatorlardır. Ondan sonra buradan, yavaş-yavaş buraya yaxınlaşın, koridoru göstərək. Bax, burada sanitar qovşağıdır. Bax, koridoru bax belədir. Belə qıy kimi, belə enli, böyük səliqəli koridoru var. Buradan bir dənə yaxınlaşın, buradan qapının ardından. Bax, belə. Bax, bu sanitar qovşağıdır. Sanitar qovşağı. Qonaq otağını göstərdim. İndi bir dənə mətbəxə də gələk. Bu da mətbəximizdir. Bu da mətbəxdir, baxın. Mətbəxdir. Yəni, bu 2 dənə xalinik var burada biraz. Bunlar götürüləcək. Qaz peçi qalacaq, kombi, kuxna mebeli qalacaq. Yəni, bu avadanlıqların, yəni, evə aid olan əşyalar qalacaq. Həmən bu əşyalarını götürəcəklər. Xalinikdir, paltaryondur, bunlar götürəcəklər. Bu da belə. Mətbəxi göstərdim, qonaq otağını göstərdim. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır, baxın. Bu bir yataq otağı, bax, belə göstərək. Səliqə səhmanı yataq otağı. Bu da növbəti yataq otağı, bax bu. Bir dənə yataq otağı buradadır. 3 otaqlı evdir. Balaca otaq yoxdur da gördünüz. Hamısı iri, böyük otaqlardır. İri, böyük otaqlardır hamısı. İndi buradan bir dənə zəhmət olmasa gəlin. Davam eləyək bir dənə. Burada həyəti də göstərim. Gəlin bura. Xala, siz zəhmət olmasa gedin içəri. Bax, burada indi mən həyəti göstərirəm sizə. Bax, böyük səlqəli həyəti var, pilləkənləri var. Məcəri göstərin. Bax, buraları göstərin, görürsünüz. Kombini göstərin. Bax, bu da həyətidir. Gəlin indi həyətə. Bax, belə böyük səlqəli geniş həyəti var. Bu darvazasıdır, küçə darvazası, bu da bunun həyəti. Bir dənə də buradan evi göstərək. Bax, buradan gəlin duraq, evi ümumi göstərək, görsünlər. Dəmir raşotkalarına qədər qurulub hazırdır, baxın. Görürsünüz, pəncərələri də, bax, şəbəkə pəncərədir, balkonun qabağı bütün böyük pəncərədən ibarətdir. 77 min manatdadır, 77 min manatdan ev sahibi özü endirim eləyəcək, Saray qəsəbəsindədir. Kupcalı evdir. Gəncə təndirindən dönürsünüz sağ tərəfə 500 metr məsafəyə qədər yol gəlirsiniz, çatısınız bu evə. 77 mindən ev sahibi mütləq özü endirim eləyəcək. Allah Allah'ın da satana da xeyir versin, sağ olun.